düşünürəm ki, Fransaya qarşı biz elə də açıq futbol oynamalı deyilik. Yəni açıq futbol oynayacağımız təqdirdə nələrin olacağı yəni hamıya bəllidir. Biz İslandiya ilə oyunda 5 gol buraxmışıq, 5 top buraxmışıq. Yəni Fransa ilə oyunda daha artığın olmaması üçün ilk dəqiqələrdən müdafiə olunmalıyıq. İlk 20 dəqiqəni, 30 dəqiqəni atlada bilsək, Fransaya qarşı bir əzmkarlıq göstərə bilərik. Hətta deyək, irəli xəttdə biraz bizim ön xətt oyuncularımızdan biraz pressing tələb eləyə bilər baş məşqçi. Çünki mən rəqibin İslandiya ilə oyununa baxmışam. Həmin oyunda irəli xəttdə biraz təzyiq olanda istər-istəməz səhvlər görünürdü. Yəni demirəm biz Fransanın müdafiəçilərini və yaxud cinah müdafiəçilərini nədənsə aldada bilərik, amma həmin oyun göstərdi ki, yəni bunlar da səhv eləyə bilir. Biraz təzyiqdə, biraz pressingdə artıq həmin İslandiya ilə oyunda səhv eləmirəmsə Oliseydi İslandiyanın qoluna gətirib çıxartmışdı. Hətta hesabı belə İslandiya açmışdı həmin vaxtı. Yəni biz də bunu axşamki oyunda bacara bilərik.